Məni bəlkə burdan bilmirəm qınaya da bilərlər. Çünki çox xanımlar bəzən onu istəmirlər, o sözü yaraşdırmırlar, amma mən güclü sözünü qadına yaraşdırıram. Xanıma yaraşdırıram. Qoy xanımlarımız güclü olsunlar. Heç bir zaman əziyyətdən şikayət etməsinlər. Baxın, bu yöndə bir neçə son dönəmlər silsilə verilişlərdə müsahibələrim olub mənim. Bizə çox ağıllı xanımlar lazımdır. Ağıllı qadınlar lazımdır. Ağıllı analar lazımdır bu cəmiyyətimizə. Baxın, bu övladları böyüdürük. Ağlayan, sısqayan, heç bir işin öhdəsindən gələ bilməyən və ya özünü heç bir işin üzərinə o bəzən deyirik, qorxunun üzərinə getmək. Çox sevdiyim bir sözdür. Övladlarıma da deyirəm, həyat bizim önümüzə qızıl sinidə gəlmir. Çətinliklər də olacaq, eniş-yoxuş da olacaq. Sadəcə olaraq böyüyən uşaqlarımıza analarımız bunu təbliğ etməlidir. Yıxıldınmı, üstünü çırpıb yenidən davam eləməlisən. Ağladınmı, göz yaşını silib heç kimə göstərmədən yenidən davam eləməlisən. Məgər bizim həyatımızda olmayıb? Olub.